Salam əziz şagirdlər. Qəbul imtahanlarına düşə biləcək tip belə bir sual verilib. Sualda verilənə əsasən bizdən bu ifadənin qiymətini tapmaq tələb olunur. İlk öncə nə eləyə bilərik? 1 plus 2də 1-in yerinə 1 plus 2də 1 bərabərdir 1 tam 2də 1 verir ki, bunun yerinə də mən düzgün olmayan kəsir çevirib 2də 3 yaza bilərəm. O zaman 2də 3 vurulsun. 1 plus 3də 1 bizə verir 1 tam 3də 1. Bu da bizdə 3də 4-ə bərabərdir. Vurulsun 3də 4. Vurulsun 1 plus 4də 1-in yerinə 4də 5. Və vurulsun. Bu davam edir hara kimi? 1 plus 10-da 1. 1 plus 10-da 1 isə bizdə 10-da 11-ə bərabərdir. Mən burada nə görürəm? 3 ilə 3 ixtisar gedir. 4 ilə 4. 5 ilə burada bir 5-imiz var. Və ən sonda bu 10 isə burada yaranacaq 10 ilə nə olur? İxtisar gedir. Yerdə məndə nə qalır? Yuxarıda 11, aşağıda 2. Yəni 2də 11 qalır. Bu da bizə nə verir? 5 tam 10-da 5. Yəni A variantı.